uğurlu şəkildə inkişaf etdirmək üçün həm yaradıcılıq, həm də yerli mühitə uyğunlaşmaq çox önəmlidir. Budur, Azərbaycanda tənqid kanalı olmaq üçün atmalı olduğunuz əsas addımlar. 1. Tanınmaq istədiyiniz sahəni seçin. Hansı sahəni tənqid edəcəksiniz? TV verilişləri və şovlar, sosial media fenomenləri, musiqi və kliplər, filmlər və teatr, sosial və ictimai problemlər, reklamlar, siyasi çıxışlar və s. 2. Azərbaycandakı sosial və mədəni həssaslıqları nəzərə alın. Azərbaycandakı sosial və mədəni həssaslıqları olmalıdır. Dil və üslub, çox ağır sarkazm, argo və ya təhqirci ifadələr yerli auditoriya və qanun baxımından problem yarada bilər. Mədəniyyətə uyğun təqdimat Azərbaycanın ənənələrinə hörmətlə yanaşmaq izləyicilərlə əlaqəni gücləndirər. Hüquqi baxımdan diqqətli olun. Başqasının videolarını və məzmununu istifadə edərkən fair use prinsipini öyrənin. Əqli mülkiyyət pozuntusu etməmək üçün icazəsiz tam videolardan, musiqidən və ya fotolardan istifadə etməyin. 4. Texniki və vizual baxımdan keyfiyyət. Yaxşı mikrofon, kamera və montaj proqramı, Adobe Premiere, CapCut, VN Video Editor və s. Kanal üçün logo, intro və outro hazırlayın. Sosial şəbəkələrdə aktiv olun, TikTok, Instagram, YouTube Shorts. 5. Content stratejiyası qurun. Aylıq və ya həftəlik tənqid planı hazırlayın. Məsələn, həftənin absurd videosu, açıq tənqid, bir baxışda klip, real danışaq və s. 6. Cəmiyyətlə ünsiyyət qurun. Şərhlərə cavab verin, izləyici fikirlərinə hörmətlə yanaşın. Qonaqlar dəvət edin, komiklər, ekspertlər, blogerlər. Sorğular, canlı yayımlar və reaksiyalarla izləyici cəlb edin. Məşhur olmaq üçün nə etməli? Mübahisəli, amma ağıllı mövzular seçin. Başlıqları və thumbnailları maraqlı edin. Azərbaycan YouTube və TikTok algoritmlərinə uyğun etiketlər və başlıqlar seçin.